Uzun illərin dostu, Qarabağın işğalı dövründə dərddaşım, həmdaşım, ədəbiyyatdan siyasətə qədər böyük yol keçən dostum Ümid müəllimin 65 yaşı tamam olur. Və məni bir məsələ sevindirir ki, Ümid müəllim 65 yaşına Qarabağla girir. Həyatını, gəncliyini Qarabağ uğrunda savaşa həsr edən, ədəbiyyatı buraxıb siyasətçiyə çevrilən, bütün istedadını Qarabağın işğaldan azad olunması üçün nə iş görmək mümkündürsə ona sərf edən Ümid müəllim bugün 65 yaşını Qarabağlı Azərbaycanda qeyd edəcəkdir. Mənə elə gəlir ki, bundan böyük bir xoşbəxtlik yoxdur. Çünki hər bir Azərbaycanlı üçün həyatında mənası, ədəbiyyatında mənası, siyasətində mənası Qarabağla bağlı idi və biz buna qovuşmuşuq. Ona görə də mənə elə gəlir ki, bizi bu qələbəyə qovuşduranlara minnətdar olmaqla və bu qələbəni necə əldə etdiyimizin təbliğatçısı olmaqla bərabər Qarabağlı günlərimizin də gözəlliklərini yaşamağı bacarmalıyıq. Ümid müəllim bugün də əsgərdir. Bugün də Qarabağda quruculuq işləri necə gedir, onu işıqlandırır, necə həyata keçirilir, hansı nailiyyətlərə imza atırıq, bunu dünyaya çatdırır. Ona görə də mən bundan sonraki fəaliyyətində də Ümid müəllimə uğurlar arzulayıram, can sağlığı arzulayıram və ümid edirəm ki, Ümid müəllimlə bizim qatarlarla xeyli səfərlərimiz olur müxtəlif ölkələrə. Bir gündə Bakıdan Türkiyəyə, Naxçıvandan keçməklə Zəngəzur dəhlizi vasitəsilə qatarla gedək. Ümid müəllim, sizi təbrik edirəm. Şəxsi həyatınızda, fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram.